Deməli, müayinənin sonu olaraq biz nəyə nail olmalıyıq? Sualımız yaranır burada. Biz pasiyentin komfortlu korreksiyasına nail olmalıyıq. Yəni, bəzən olur, bir mütəxəssislər eynək yazırlar, pasiyentə deyək ki, örgəşməyi tövsiyə edirlər. Bəli, o var, o hər yerdə var və bəzən biraz çətin olur örgəşmək. Amma bu örgəşmək, yeni eynəyə örgəşmək, misal üçün 3-4 saatdan 3 həftəyə kimi çəkə bilər. Amma 3 həftədən o tərəfə keçən narahatçılıqlar artıq onu göstərir ki, refraksiya düzgün təyin olunmayıb və ya eynək düzgün düzəlməyib. Hədəfimiz odur ki, funksional olaraq, yəni insanın gündəlik tələbatını və iti görmə tələbatını təmin etməliyik və bunu da insanın həyatına diskomfort gətirməyən səviyyədə bunu təmin etməliyik və müayinəmiz də bununla bitməlidir ki, biz o insana komfortlu, maksimal dərəcədə komfortlu bir eynəklə təmin etməliyik. Həm uzağa mı, yəni yaxına mı, yoxsa biz o hər iki tələbatı bir eynəkdə birləşdirə bilərik və ya fərqli eynəklərdə verə bilərik. Yəni müayinəmizin sonunda bununla tamamlaya bilirik.